Çoxlarında xırçıltılı turşu alınmır. Əgər istəyirsinizsə sizdə də belə xırçıltılı, qəşəng turşu alınsın, videonu sona qədər izləyin. Xırt-xırtın görürsünüz. Mənə lazım olan ərzaqlar bunlardır. Gül kələmi, kök, sirkə, sarımsaq, duz və qara istiot. Bunları doğrayıram bıçaqla. Oy. Bu qədər. Xırdalayıram. Xırdalayandan da sonra yuyuram. Yuyub süzürəm. Yudum, qoydum süzgəcə, suyu axsın. Lizanı çağırıram. Hə? Qızımı. Yox, çox qəşəng. Nənə verib bunu. Nənəmə fartığı. Nənənin qədir o köhnə modellər deyə. Qəşəng deyə balama yaraşır. Çaynikdəki qabacadan qoydum ki, qaynasın. Qaynar bizə kipitok lazımdır. Qaynar su lazımdır. Sarımsaq, tök. Bir kilo belə yarısın. Bibəri tökürük, yarısını. Pul biber. Köklərdən at, anaş. Köklərin yarısını mamam kəsdi, doğradı. İndi onları balona tökürük təzədən. Hamısını mərtəbə, yəni əlavə elədim. Qara istiyotu da əlavə edirəm. Gül kələmlərini də biraz belə əlimlə sıxıram. Balona 2 xörək qaşığı, belə bir xörək qaşığı ilə duz əlavə edirəm. Yəni narın duz olmasın. 2 duz da Sirkə əlavə edirik. Üzüm sirkəsi, alma sirkəsi fərqi yoxdur. Bunun norması 2 kiloluq balonun normasını, yəni bir dənə armudu stakanı sirkə əlavə edirəm. Əsas məsələ qapağın. Qapağını həmişə təzə alın, qoyun, hava içinə girməsin. Bu qədər. Mən 4 gündən sonra açdım. Super dadlı alınmış. Əslində bir 10 gün, 15 gün baxır da, yəni o qədər qalır. Qışa saxlaya bilərsiniz bunu. Qış üçün. Turşum hazır oldu. Həmin bu turşudan dediyim kimi evdə qalmışdı. İstəyirəm ki, sizlərlə paylaşım. Necə super qəşəng xırt-xırtlı olur. Bir balonu 2 günə boşaltdıq, yedik, bitirdik. Xırt-xırtın görürsünüz. O qədər çox dadlıdır. Lazımdır. Çox asan, çox tez. Bunu da sənə verirəm. Yeməyim. Abunə olun ki, bu reseptləri qaçırmayasınız. Təşəkkürlər.